Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Xoş gördük hər birinizi yeni videomuzda. Bugünkü videomuzda baxırıq sizlə 2014-cü il 1-ci qrup sınaq 4-ə. Başlayaq sualların izahına. 76. Verilmiş sarğacdan axan cəryan şiddətini artırdıqda, yəni I artanda burada nə baş verir? Maqnit sahəsinin enerji bərabərdir L kvadratı bölü 2 düsturuna görə. Verilmiş sarğac deyildiyinə görə L sabitdir. I artdıqca enerji də artacaq. Doğru cavab olur D variantı. 77. Lorentz qüvvəsi əgər cisim çevri üzrə hərəkət edirsə, əvəzləyici qüvvə hara yönəlirdi? Mərkəzə doğru. Burada da yüklü zərrəcik çevri üzrə hərəkət edir deyə yenə də Lorentz qüvvəsi çevrənin mərkəzinə doğru olacaq. Burada əl tutmağa ehtiyac yoxdur. Çünki əl tutmaqla biz bunun sürətini bilmirik də, saat əqrəbi istiqamətindədir, yoxsa saat əqrəbinin əksi istiqamətindədir. Yəni sürət belədir, yoxsa belədir, biz bunu bilmirik deyə əl tutub eləyə bilmərik. Amma bircə onu bilirik ki, qüvvə mərkəzə yönəlir. Ona görə doğru cavab olur D variantı. 78-də İS ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Burada deməli I şüalanma selinin sıxlığı. Şüalanma selinin sıxlığının düsturu P bölü S idi və P burada gücü idi. Buradan da P-ni tapsaq İS şüalanmanın gücü olur. Doğru cavab B variantı. 79. Konturla hüdudlanmış səthdən keçən maqnit selinin konturdakı cəryan şiddətindən asılılığına görə L-i tapın. Fi bərabərdir L-i düsturuna görə L-i tapsaq fi bölünsün I olacaq. Yəni 1/2-ni 3-ə və yaxud 2/6-ni 2/4-ə 6-ya bölsək cavab 0,4. Hər ikisində B variantı çıxacaq. 80. Gərilmiş ipdən asılmış kürə maye daxilində tarazlıqdadır. Mayenin sıxlığı daha kiçik olan maye sıxlığı ilə əvəz etsək, yəni rho mayeni azaltsaq, Arximed qüvvəsi və ipin gərilmə qüvvəsi necə dəyişər? Bu tarazlıqdadırsa, bunun əvvəlcə aşağı MG-si var, yuxarı F Arximedi var və yuxarı T-si var. Tarazlıq şərtini yazsaq, T ilə F Arximedin cəmi MG-yə bərabərdir. Bizdən Arximed qüvvəsi necə dəyişər deyir? Arximed qüvvəsinin düsturu rho maye JV batandır. Mayenin sıxlığı azalırsa, deməli rho maye azalır da, onda burada nə olacaq? Arximed qüvvəmiz də azalar. Çünki rho maye ilə düz asılıdır. Bəs gərilmə qüvvəsi T bərabərdir bu düsturdan. MG çıxılsın F Arximed olduğuna görə Arximed azaldıqca gərilmə qüvvəsi artacaq. Ona görə Arximed azalar, gərilmə artar. Doğru cavabı axtarsaq A variantı olacaq. 81. Protonun üstünə nə gəlsək 2 alfa eləyər. Naməlum zərrəciyi tapın. Biz bilirik ki, proton 1, üstünə gəlsək X, alfa zərrəci 2, 4 idi. 2 dənə helium 2, 4 olacaq 4, 8. Yəni burada X 4, 8 qoyuruq. Onda burada 1 var. Biz bilirik ki, isti nüvə reaksiyalarında yük ədədi və kütlələrdən saxlanır. Burada 4 varsa, bura neçə olmalıdır? 3. 3 ilə olan cavabımız hələ ki D-dədir. Başqasında yoxdur. Elə cavab D olacaq. Baxın. Yuxarıda da 1-dir. Burada nə olmalıdır ki, cəmi 8-ə bərabər olsun? 7. Yenə də doğru cavab D variantını ödəyir. 82. Sükunət vəziyyətindən bərabər təcillə hərəkət edən avtomobilin təcilini təyin etmək üçün hansı cihazlardan istifadə olunur? Sükunət vəziyyətindən hərəkət edirsə, S bərabər AT kvadrat bölü 2 yazsaq və buradan A-nı tapsaq 2S bölü T kvadratı. S deməli, ölçülər xəttkeşlə, ölçü lenti ilə bizdə elə bir cavab yoxdur. Onda deməli, bu düsturdan baxmayaq. Çünki bu düsturda bizə S-i ölçmək lazımdır və S yoxdur. V bərabər AT düsturu ilə baxsaq, A bərabərdir V bölünsün T. Spidometr və saniyə ölçən var cavablarımızda. Yəni doğru cavab D variantı olur. 83. AB qrafiklərinə uyğun hansı fiziki kəmiyyətlərin qiyməti indi? Burada nə olurdu? U saxlayıcı. U saxlayıcı eyni olanda nu eyni olurdu və fotonun enerjisi eyni olurdu. Burada da deməli fotoelektronların maksimal sürəti var, düşən işığın intensivliyi var və düşən işığın dalğa uzunluğu var. Bunlardan hansı olacaq? Enerji düsturlarına fikir versək,
Tezlik eyni olurdusa, lambda da eyni olacaq. Yəni 3 var cavablarımızda. İntensivlik eyni olmayacaq. İntensivlik o saxlayıcıdan asılı deyil. Fotoelektronların maksimal sürəti isə fotonun enerjisindən asılı olduğuna görə biri də götürəcəyik. Doğru cavab olur burada 1 ilə 3 B variantı. 84. Deməli, bizə uzunluğu verib maqnit induksiyası nə istəyir bizdən? Hansı qüvvə ilə təsir eləyir? Bizə əslində də burada məsələni oxumaq lazım idi. Biz məsələni oxumamış həll etməyə çalışdıq. Deməli, burada məsələni oxuyuruq, gəlirik, induksiya xətlərinə paralel görürük. İnduksiya xətlərinə paraleldirsə, F amper bərabər İB sinus alfa. Burada da alfa ya 0-dır, ya 180-dir və sinus 0-da da 180-də də 0-a bərabər olduğuna görə qüvvədə də, yəni hasildəki kəmiyyətlərdən biri 0-dırsa, son cavabımız da 0-a bərabər olacaq. Doğru cavab Y. 85. Üfüqə nəzərən bucaq altında atılmış cismin hərəkəti proqramdan çıxıb. 86. Verilmiş kütləli ideal qazın izobar qızması zamanı onun daxili enerjisi və sıxlığı necə dəyişir? İzobardırsa P sabitdir, T artır. T artırsa U da artacaq və rho azalacaq. Çünki rho bərabərdir Pm bölü RT-dir. Verilmiş kütləlidir. P-si sabit, M sabit, R sabit, T artır. Rho azalacaq. U artar, bu da azalar. Doğru cavab olur 86-da D. 87. Yükləri Q2 bərabər 4Q1 və kütlələri M2 bərabər 2M1 olan iki yüklü zərrəcik bir-biri ilə qarşılıqlı təsirdədir. Zərrəciklərin təcilləri arasında hansı münasibət doğrudur? Ağırlıq qüvvəsini nəzərə almasaq. Deməli, bu yüklü zərrəciklər qarşılıqlı təsirdədirsə, bunlar arasında Coulomb qüvvələri mövcuddur və onlar arasındakı ağırlıq qüvvəsi də yoxdursa, əvəzləyici qüvvə sadəcə Coulomb qüvvəsi ilə olacaq və Coulomb qüvvəsi bərabərdirsə, onu biz əvəzləyici qüvvə kimi yazsaq, F bərabər MA. Burada da göründüyü kimi M ilə A tərs asılı olacaqdır. Çünki qüvvələr eynidir. Axı birinci halda M1 A1, ikinci halda M2 A2. İndi qarşılıqlı təsir var deyə Newtonun 3-cü qanununa görə qüvvələr modulca bərabərdirlər. Onda kütlə ilə təcil tərs asılı olacaq. Yəni A2-nin A1-ə, M1-in M2-yə. Bu da eləyəcək 2-də 1. Buradan da alırıq ki, A2 bərabərdir A1 bölünsün 2-yə. Doğru cavab A variantı. 88. Kondensatorun bir lövhəsinin yükü budur, o birisi lövhəsinin yükü budur. Kondensatorun yükü bunlardan birinin moduluna bərabərdir. Dərslərimizdə demişik bunu. Yəni A variantı olacaq cavab. 89. 3 müxtəlif elektrolit məhlulu üçün elektroliz nəticəsində elektrodda ayrılan maddənin kütləsi elektrolitdən keçən yükün miqdarının asıllıq qrafiki verilmişdir. Hansı münasibət doğrudur? Deməli, biz yazsaq ki, M bərabərdir KQ, K-nı tapsaq, M bölünsün Q. Yəni, burada tangens alfaya bərabərdir. Baxın, K3-ün tangens alfası kiçikdir, K1-inki isə ən böyükdür. Tangensi böyük olanın K-sı da böyükdür. Yəni, K1 böyükdür K2-dən, o da böyükdür K3-dən bucağa görə. 90. Kəmiyyətlərdən hansı vektorialdır? Cavab B. 91. Yay yükün təsiri ilə sıxılaraq bir vəziyyətindən iki vəziyyətinə gətirilir. Bu zaman cismin və yayın potensial enerjisi. Cismin potensial enerjisi cismin yerdən olan hündürlüyünə bağlıdır. Yəni MGH düsturuna görə. Yayın potensial enerjisi kx kvadrat bölü 2-yə görə. Birinci halda sıxılmayıbsa, yayın potensial enerjisi 0-dır. İkinci halda isə kx kvadrat bölü 2, yəni müəyyən bir sıxıldı deyə qiymət aldı x-i və onun kvadratı ilə asıldı deyə yayın potensial enerjisi artdı. Cisim isə əvvəlcə yerdən baxın bu qədər hündürlükdə idi. İndi isə bu qədər hündürlükdədir. Cismin yerdən olan hündürlüyü azaldığına görə ona görə enerji də azalacaq. Deməli, yükün enerjisi azalar, yayın enerjisi artar. Doğru cavab olur C variantı. 92. Sürtünmə əmsalını verib bizə cismin səthə göstərdiyi təzyiq qüvvəsinin sürtünmə qüvvəsinə neçə dəfə böyük olduğunu. Biz demişik ki, F sürtünmə bərabərdir, μ F təzyiqdir. Sürtünmə əmsalı var bizdə.
F sürtünmənin F təzyiqə nisbəti, bir dəqiqə, təzyiq qüvvəsinin sürtünmədən böyük olduğunu soruşur. F təzyiq bölünsün F sürtünmə bərabərdir 1 bölünsün müyə. Yəni çarpaz vuranda həmin bu bərabərliyi ödənir də. 1 bölünsün 0,25, bu da eləyəcək 4 dəfə. 93. Sabit temperaturda doymuşdu buxarın sıxlığının həcminin asıllıq qrafik. Həcmdən asıllığı. Sabit temperaturda doyan buxarın P'si, R'su, N'i sabit olur. Ona görə də R'su sabit olacaq. Doğru cavab Y variantı. Bu yəqin ki 94-cü sualdır. Molekulların konsentrasiyasının vahidi nədir? Konsentrasiyanın vahidi sıxlığın tərsidir. Yəni 1 bölünsün metr kubu 95. Çeviri üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin mərkəzə qaçma tərcihini çevirən radiusundan asılılığında dövrətmə tezliyi ən kiçikdir. A bərabərdir omega kvadratı R, yəni 4 pi kvadrat mu kvadratı R. Buradan da tezliyi tapsaq, A bölünsün 4 pi kvadratı R. Göründüyü kimi tezlik A-la düz, R-lə tərs asılıdır. A sabitdirsə, tezliyin kiçiyi R-in böyüyü olacaq. Tərs asılı olduğuna görə doğru cavab 4 hardadır? D-dadır. D variantı olacaq. 96. 3 eyni lampa cəryan mənbəyinə birləşdirilmişdir. Ampermetrlər və ayrılan külərin münasibətini soruşur bizdən. Deməli, yəqin ki, bu 1-dir, bu 3-dür, bu da 5-dir. Baxaq. Əgər 3 eyni lampadırsa, bunların hər üçünün müqaviməti eynidir. Onda bunlar paralel qoşulub deyə 2 ilə 3 paralel qoşulduğuna görə onlardan keçən cəryan da eyni olacaq. Çünki paralel qollarda U eyni olur axı. Burada da I cəryanı var, burada da I cəryanı var. Bu I hardan bölünüb gəlib? 1-dən. Deməli ki, 1-dəki 2I cəryanıdır. Biz artıq cəryanı müqayisə elədik. 2 ilə 3 bir-birinə bərabərdir və 1-in yarısıdır. 2 ilə 3 də I-dir, 1-də isə 2 idi. Ona görə birincini götürəcəyik doğru cavab kimi. Bir də bizdə qalır nə? İstilik miqdarını müqayisə eləmək. İstilik miqdarını müqayisə eləmək üçün buradan keçən cəryan 2I idi, müqavimət R idi. Buradan keçən I idi, müqavimət R. Buradan da keçən I, müqavimət R. Gəlin Q1 üçün yazsaq. Ümumiyyətlə Q bərabərdir I kvadrat RT düsturu ilə geçsək. Birincisi üçün 4I kvadratı RT olur. Q2 bərabərdir. İkincisi üçün I kvadratı RT olur. Üçüncüsü üçün də I kvadratı RT. Deməli, burada onda baxıram ki, 2 ilə 3 bir-birinə bərabərdir və birinci onlardan 4 dəfə böyükdür. Ona görə 2 3-ə bərabər və birincinin 4də 1-i, yəni 1 ilə 4 doğru cavab olacaq. 97. Maddi nöqtənin sürəti bu qanundan dəyişir. Rəqsin amplitudu nəyə bərabərdir? Biz bilirik Vm bərabər xm omegaya görə xm-i tapanda Vm-i omegaya bölməliyik. Omega harda olur? T-nin əmsalında. Yəni bu hissə omegadır. Kosinus omega T-dir. Onda Vm 9-dur. Omega da 3 pi-dir. Pi-ni də bizə 3 veribdir. 9-u 9-a böləndə cavab çıxır 1. Metrlə ifadə ilə deyir. Burada da metr saniyə verib. Cavabımız ilə aldığımız cavab metrləndir. 97-də 1. 98. 98-də bizə deyir ki, 2 saniyə ərzində birinci cismin yer dəyişməsinin modulu nəyə bərabərdir? Biz bu sistemi sərbəst buraxsaq, təbii ki, bura aşağı düşəcək, bura yuxarı qalxacaq. Deməli, hərəkətə başlayandan sonra, demək, əvvəl sükunətdə olub da, hərəkətə başlayıb siz bərabər AT kvadrat bölü 2 ilə gedə bilərik. A-nı bəs necə tapaq? Hazır düsturumuz var idi. M2, M1, yuxarıda fərqi aşağıda cəmi vurulsun J. 6 çıx 4, 6 üstə gəl 4 vurulsun 10, bu eləyir 2. A-sı 2, indi S bərabər 2 vurulsun, T-ni də 2 verib 2-nin kvadratı bölü 2, cavab olacaq 4. 98-in cavabı 4. 99 uyğunluq. Cisim toplayıcı linzanın 2 qat fokusundadırsa, əgər D bərabərdirsə 2F-ə, onda xəyalda 2F-də alınacaq. Deməli, 2F-də olanda necə olurdu? Özü boyda həqiqi tərsinə. Özü boyda həqiqi tərsinə hansı variantda var? 1-ə getdi A. Aha. Sonra gedirik 2-yə baxırıq.
Toplayıcı linzadan sonsuz uzaq məsafədədirsə, D bərabər sonsuzluqda olanda F harda olurdu? Fokusda. Deməli, fokusunda nöqtə kimi 2-yə gedir D. 3-də isə toplayıcı linza ilə onun fokusu arasında D. Deməli, linza ilə fokus arasında yerləşir. D kiçikdir F-dən. D F-dən kiçik olanda necə alınırdı xəyal? Məfhumi böyüdülmüş və düzünə alınırdı. Doğru cavab olur 1-ə A, 2-yə D, 3-ə Y. Və 100-cü, sonuncu sualımız uyğunluğu müəyyən edin. Dəyişən cəryan dövrəsinə qoşulmuş sarğaclardan keçən cəryan şiddətinin amplitudu hansı ifadə ilə təyin olunur? İM bərabərdir UM bölünsün ümumi müqavimət. Ümumi müqavimət hamısında bir dənə sarğac var, yəni XL. XL-in də düsturu omega L-dir. Omega L bərabərdir. UM elə qalır yerində. Birincisi üçün onda gəlin yazaq. UM bölünsün. Omegası neçədir? 3 omega. L-i də ki 2L-dir. Vurulsun 2L. Onda birincidə olacaq UM bölünsün 6 omega L. Yəni 1-ə gedir D variantı. 1-ə D. İkincisi üçün IM bərabərdir. UM-i neçədir? Elə yenə UM-dir. Omegası 5 omegadır. L-i də deməli L-dir. Sadəcə L-dir. 5 omega L. Onda 2-yə gedəcək A variantı. Baxın 5 omega L-dir. Üçüncüdə isə UM bölünsün. Omegası sadəcə omegadır. L-i isə 3L-dir. 3L. Məxrəcində 3 olanda C-dir. 3-ə də gedir C. Deməli 1-ə D, 2-yə A, 3-ə C. Beləcə daha bir sınağımızın sonuna gəldik. Ümid edirəm ki, hər şey sizin üçün aydındır və qəbul imtahanında bu videolardan yararlanıb çox yüksək balla bizi sevindirərsiniz. Diqqətiniz üçün, izləyib yararlandığınız üçün təşəkkür edirəm sizə. Əgər kanalımıza abunə deyilsinizsə, abunə olmağınızı xahiş edirəm və videoları istədiyiniz insanlarla paylaşıb onların da yararlanmasına şərait yarada bilərsiniz. Gələn videolarda görüşənə qədər hələlik.